Rayondan qaydanda xalam bir qədər bağının məhsullarından mənim üçün dərib pay qoymuşdu. Baxdım ki, biberlər çoxdur, qalıb xarab olmasınlar, hamısını yeyib bitirə bilməyəcəyik. Ona görə dedim ki, elə turşu hazırlayım və qış üçün saxlayım. Hazırlamışkən sizlərlə də paylaşım. Çox ləzzətli bir turşu olur. Biberləri təmiz-təmiz yudum. Daha sonra isə içərisini belə bir alətim var, bununla təmizlədim, tumlarını çıxartdım. Çay qaşığının ucunda hər birinin içərisinə duz əlavə etdim və duzu əlavə etdikdən sonra da görürsüz tərpədirəm ki, duz hər tərəfinə dəysin və qalsın, yumşalsınlar. Səhərə kimi biberləri eləcə masanın üzərində saxladım. Artıq səhərdir, səhərdə mən artıq içliyi hazırlayıram. Kələmi doğradım, üzərinə bir xörək qaşığı yarım duz əlavə etdim. Çox əzmədim. Biraz qarışdırıb saxladım ki, duz kələmləri biraz öldürsün. Kələmlər bir qədər yumşalana kimi turşunun marinadını hazırladım. Marinad üçün sirkə və suyu yarbayarı götürürük. 1 litr 4%li üzüm sirkəsinə 1 litr su və 3 xörək qaşığı dolu turşu duzu əlavə etdim. Qaynatdım və qaynayan kimi altını söndürüb qoyuruq qalsın, tam soysun. Yaşıl balqar biberlərdə, qırmızı balqar biberlər və zövqə görə 2 dənə də kiçik ölçüdə acı biber bunları doğradım. Sarımsaqların və köklərin qabıqlarını soyub sürtkəcin iri gözündən keçirtdim. Gördüyünüz kimi biberlər bu cür qaldıqda qəşəng yumşalır. İçərisinə də duz əlavə etdiyimiz üçün həmin o duz suya çevrilir, yəni sulanır biberlər. Mütləq onları qəşəng hamısını çırpırıq, içərisində olan duzlu suyunu və üzü aşağı bir padnosa yığırıq. Daha sonra isə gördüyünüz kimi kələmlər də biraz ölür, kələmlərin də suyunu sıxıram və yenə də aş süzənə əlavə edirəm ki, kələmin artıq suyu olarsa həmin o sularda süzülsün. Və doğradığım tərəvəzləri üzərinə əlavə edirəm. 3 dəstə də cəfəri əlavə etdim üzərinə. Əvvəlcə kələmləri duzladığım üçün mən sonradan çox duz əlavə etmədim. Yarım xörək qaşığı duz əlavə etdim. Mütləq duz əlavə edərkən dadına baxın, çox duzlu olmasın. Və içliyi yaxşıca qarışdırıb hazır etdikdən sonra biberlərimin içərisinə doldururam və biberləri də mən 3 litrlik balonlara əlavə edirəm. Balonları sterilizə etməyə ehtiyac yoxdur. Sadəcə sodalı su ilə təmiz yuyuruq və salam biberləri içərisinə doldururuq. Həyətdən də dəfnə yarpağı yığdım. Dəfnə yarpağı da zövqə görə, dadına görə əlavə edə bilərsiniz. Marinad mütləq tam soyuq olmalıdır. Marinadımız qalıb soyduqdan sonra balonların içərisinə əlavə edirik və rezin qapaqla bağlayırıq balonlarımızı. Qalan marinadı da mən bir bankaya əlavə etdim. Qapağını bağlayıb soyuducuda saxladım. Bir həftə boyunca bu turşularda biraz daşma olur. Turşular daşdıqdan sonra əgər görsəniz balon biraz yarı olub, həmin o soyuducuda saxladığımız artıq qalmış o marinadı da üzərinə doldururuq və sərin yerdə qışa saxlayırıq. Rayondan qaydanda xalam bir qədər bağının məhsullarından mənim üçün dərib pay